على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسوله الأمين وآله الطيبين الطاهرين. بهم نتولى ومن أعدائهم نتبرأ إلى الله تعالى. İmam Rıza aleyhissalatu vesselamın mübarək mövludu ərəfəsindəyik. Bu münasibətlə İmam-ı Zamanı təbrik edərək salavat zikr edin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhu. Keçən dəfə Əli əleyhissalatu vesselamın fəzilətləri barəsində qısa təhlil etdik. Bugünkü mövzumuz budur. İmam Əli əleyhissalam Peyğəmbər sallavatullahın vəfatından sonra o vaxtki vəziyyəti və bəlkə də Əli əleyhissalamın həyatının ən acınacaqlı dövrləri. 25 il, hətta ağanın xilafət dövrünü də götürsək, 30 il ağanın çətin vaxtları. Müəllif buyurur ki, əgər bir nəzəriyyə var, bir fikir var İslam tarixi barəsində. Əgər bu fikri qəbul etsək ki, bu fikir düzdür, tarixçilər arasında bu söz-söhbət var. Müxtəlif kitablarda qeyd olunur. Söhbət nədən ibarətdir? Söhbət bundan ibarətdir ki, elə Peyğəmbər sallavatullahın dövründə mühacirlərin arasında Peyğəmbərdən sonra xilafətə yiyələnmək söz-söhbəti var idi. Kim yiyələnəcək? Buyurur, əgər bu fikri biz qəbul etsək ki, doğrudan da bu olub, indi araşdırmaq lazımdır da, bu olub ya olmayıb. Amma tarixdə bu söz-söhbət var. Deyərsiniz ki, bu söz-söhbət var, niyə bunun üstündə dayanırsan? Ona görə bu söz-söhbətin üstündə dayanırıq ki, bu xilafət tarixini adətən Əli əleyhissalamın xilafətinin, daha doğrusu ilkin xəlifəliyə ləyaqətini qəbul edənlər yazmayıblar. Bu tarixi Əlinin tərəfdarları yazmayıblar. Və Əlinin tərəfdarı olmayan şəxs Əlinin xeyrinə nə zaman bir şey yazar, o zaman yazar ki, o söz, o söhbət o qədər yayılmış olsun ki, bu tarixçi görsün, əgər mən bunu yazmasam, məni qınayarlar. Deyərlər, bu da var, bunu niyə yazmırsan? Bundan başqa bunun ambisiyası ola bilməz yazmağa. Çünki bunun ağalarının ziddinədir bu söz. Hər hansı bir əhl-i sünnət tarixçi götürür, yazır ki, məsələn, Əli əleyhissalamın haqqında zülm elədilər. Bunu niyə yazır? Özünün xəlifə kimi qəbul etdiklərinin əleyhinə niyə yazmalıdır bunu? Yazmaz ki, məlum olur ki, görüb çarə yoxdur. Yəni, bunu yazmasan, məni qınayarlar. Məsələn, indi bir kitab var əlimizdə, Hakim Nişaburinin Müstədrək kitabı. O kitab Buxari və Müslimə etiraz kimi yazılıb. Necə? Buxari də əhl-i sünnədir, Müslim də əhl-i sünnədir. Əhl-i sünnə, yəni Vahabi yox, sünnidir yəni. Sünni məzhəblərindəndir. Hakim Nişaburi də sünnidir. Niyə bunu yazıb? Belə buna görə yazıb. O kitabın əvvəlində də qeyd edir. Bu hədisləri ki, mən burada yazmışam, yəni kitabın məğzi bundan ibarət. Müstədrək yəni bu. Bu hədisləri ki, mən yazmışam burada, bu hədislər Buxari və Müslimin meyarları ilə düz idi, amma yazmayıblar. Yəni, onların
düz hesab edib yazmadıqları hədislərdən böyük bir hədis toplusu yazıb Hakim Nişaburi. Bunun birisi yadından çıxar alimin, 5'i yadından çıxar, 50'si yadından çıxar. Bir kitab qədər hədis yadından çıxdı. Bu da kəşf deyil ki, məsələn, Buxari ilə Müslümün dövründə bu hədislər kəşf olunmamışmış. Hakim Nişaburinin dövründə kəşf olundu. Bu hədis ravilərdən gəlir də. Əgər kimsə desə ki, Buxari ilə Müslüm bu hədislərin ravilərini görməyib, vaveyla, bu necə mühəddis? Bir kitablıq hədisdən xəbər olmuyor. Hardan yığılmış bu hədisləri bəs? Ona görə dayanır bu söz söhbətin üstündə ki, bunlar yazmazdılar. Yazıblarsa deməli, həqiqətdən payı var bu söz söhbətin. Buyurur, əgər bu söz söhbət düz olsa ki, Peyğəmbər Salavatullahın öz zamanında xilafət davası söz söhbəti gedirdi ki, bir çox tarixi şahidlər bunu təsdiqləyir. Məsələn, Peyğəmbər kağız qələm istədi yazmağa. İndi baxın, bəzi vəhhabi tələbələr var Azərbaycanda, məsxəriyə qoyurlar, məsələn, bizim Ərəbistanda bizdə də. Deyək ki, bu rafizilər deyək ki, bizə rafizi deyirlər, dindən çıxmışlar. Biz onların dinindən çıxmışıq. Bu rafizlər deyirlər ki, bəs o ki, kağız qələm istədi, Həzrəti Peyğəmbər gətirmədilər, onda Həzrəti Əlinin adını yazacaqdı, sonra gülürlər. Yerdəkilər də gülür, hamı tədqiqatçı olur, hamı gülür. Sonra bu biri deyir ki, siz hardan bilirsiniz Əlinin adını deyirlər? Ha, gül. Nəyə gülürsən, qardaş? Heç mən bilmirəm Əlinin adını deyəcək, yox, səndən soruşuram. Sənin ağa dediyin Cənab-ı Ömər ibn Xəttab niyə dedi kağız qələm gətirmək? Bunu mənə başa sal. Yəni, Peyğəmbərin yazacağı o ilahi kəlam, Peyğəmbər özündən söz yazsa, Allah deyir, onun damarını qıraram. Özündən ki, yazmayacaqdır, Allahdan yazacaqdır. O hansı ilahi sözü idi ki, Cənab-ı Ömərin acığına gəldi? Hansı ilahi sözü idi? Deyir ki, Cənab-ı Ömər məşhur kitablarımızda yazılıb, ən səhihlərdə yazılmayıb ki, quzu kəsərəm sənə, ən səhihlərdə yazılmayıb. O hansı səhabə idi, onu tap. Görüm o niyə bunu dedi. O kimdir ki, Allahın Peyğəmbəri deyir, gətir yazım, lən tadillu bə'di əbədə, məndən sonra azmayasız. Bunun xətrinə dəyir. Əgər bunun xilafət dərdi yoxdursa, hakimiyyət sevdası yoxdursa, hansı maraqdır ki, bu qoymur Peyğəmbər o sözü yazsın. La Peyğəmbər bir dənə məsələn yazıb ki, məsələn, usikum bi təqvallah, təqvaya sizi tövsiyə edirəm. Niyə qoymadın yazsın? Niyə qoymadın? Əgər Peyğəmbər salavatullah doğrudan əstəğfirullah, ağlı başından çıxmışdı xəstəliyin nəticəsində əl-ayazı billah, mə'adallah. Allaha sığınıram bu sözdən. Sayıqlayırdısa, doğrudan Peyğəmbər xəstələnəndə Peyğəmbərlikdən düşürdüsə və niyə Peyğəmbər vəfat eləyəndən sonra müqəddəs ruhu bədənindən çıxandan sonra qılın çəkdim, dedin ki, kim desə Peyğəmbər ölüb, onun başını kəsərəm. Sayıqlayan öyle də bilər də. Belə deyil. Demirsən adi insandır. Nətər olur, kağız qələmə bir şey yazmaq istəyəndə sayıqlayır deyirsən adi insandır. Sonra deyirlər, ölüb deyirsən ki, ölməz, o ölməz. Sonra Cənab-ı Əbubəkər deyir ki, kişi, bütün səhabələr deyir, ölərsən deyirsən, ölməz. Quranda oxumamısan ki, o Peyğəmbər Allahın Rəsuludur, əgər ölsə və ya öldürülsə və deyir, hə, indi rahatlaşdım. Allahu Əkbər. Bayaqdan demirdilər o ayəni sənə. Bu, aydın eləyir ki, nələrsə olub tarixdə Peyğəmbərin öz dövründə. Biz oxuyuruq. Peyğəmbər Salavatullahın o bir ayə var Quran-ı Kərimdə Fi buyuti nəzinəllah ayəsi. Bir sıra evlərdə Allah Teala icazə verib Allahın zikri ucalsın. Şəhər nüzulunda oxuyuruq ki, Cənab-ı Əbu Bəkir qalxdı ayağa.
Dedi, ya Rəsulallah, bu ev də o evlərdəndir. İşarə elədi Həzrət Əlinin evinə. Peyğəmbər buyurur ki, o evlərin ən yaxşılarındandır. Mənim bir sualım var, bir Azərbaycanlı müsəlman vətəndaş kimi. Cənab-ı Əbu Bəkir, niyə sənə maraqlıdır bu ev o evlərdəndir, ya yox? Niyə? Çox istəyirdin Həzrət Əlini? Çox istəyirdinsə, qızığın ürəyində onun məhəbbətini yaradaydın, Peyğəmbərin vəfatından sonra 18.000 ölümünə bais olmayaydın. Bunlar nə göstərir? Nərəsə zümzümələr, pıçıltılar gedirmiş. Bu, onların tarixinə əsasən. Amma Əhl-i Beyt tarixinə əsasən zümzümə nədir? Peyğəmbər salavatullah dəfələrlə acıqlanıb olaraq. Əl çəkin. Əlidən əl çəkin, o məndəndir, mən ondanam. Ona dedi, mənliydi. O ilə döyüşmək, mənlə döyüşməkdir. Əli hara getdi, haqq onun yanına edir. Nəinki haqq hara getdi, Əli oraya gedir. Yox, Əli haradadır, haqq oraya edir. Deyil, bu nəzəriyyəni qəbul etsək, aydın olacaq ki, gərək qəbul edək ki, lap elə əvvəlcədən Həzrət Əli əleyhissalam ilə Cənab-ı Əbu Bəkir və Cənab-ı Ömər arasında yaxşı vəziyyət yox imiş. Yaxşı vəziyyət yox imiş. Buyurur ki, biz sirə yazanların kitablarına baxırıq, heç rast gəlmirik ki, Əbu Bəkir, Ömər və Həzrət Əli arasında dava-dalaş olsun, heç rast gəlmirik. Amma maraqlı burasındadır ki, bir çox səhabələrlə Əli əleyhissalamın dostluğuna aid söz-söhbət var tarixdə. Bu iki nəfərlə Əli əleyhissalamın dostluğuna aid heç nə yox. Heç nə yox. Əksinə, daim çarpaz gəlir. Xeybər döyüşü. Cənab-ı Əbu Bəkir gedir, məğlub olur. Cənab-ı Ömər gedir, məğlub olur. Peyğəmbər buyurur ki, sağ bayrağı verəcəm Allahın sevgili quluna. Onlar haqqında bu söz deməmişdir. Gedir, qalib gəlir. Elə bu qəsdən senari yaradır Peyğəmbər. Cənab-ı Əbu Bəkir gəlir, Fatiməni vermir. Cənab-ı Ömər gəlir, Fatiməni vermir. Cənab-ı Əli əleyhissalatu vesselam gəlir, Fatiməni verir. Özü ikisindən də burada bir ifadə işlətdim də o. Deyir ki, ya Əli, sən dəcəl deyilsən, sənə qızı verməyim. Peyğəmbər buyur Həzrət Əliyə. Şimdi dəcəl. Ayşə xanımın Əli əleyhissalamla düşmənçiliyini Ayşə xanımın özü bir neçə hədisdə etiraf edib. İndi hədislərə girmir. Və bu özü də bir şahid ola bilər ki, Əbu Bəkir ailəsi ilə Əli ailəsi arasında, sülaləsi arasında yaxşı münasibət yox imiş. Hətta İbn Əbil Hədid Nəhcül Bəlağəyə şərh yazıb, sünnə alimi, 9-cu cilddə 198-ci səhifədə qeyd eləyir ki, Həzrət Fatimətüz Zəhra salamullah əleyha dünyadan köçəndə Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin bütün xanımları Bəni Haşimin yasında iştirak elədi. Ayşə xanım dedi, mən xəstəyəm, gəlmədi yasa. Və hətta Əli əleyhissalama gəlib dedilər ki, Ayşə xanım sevinirdi. Bunu İbn Əbil Hədid yazır, Nəhcül Bəlağə şərhində. Hər halda, hər nə olur olsun, Əbu Bəkirin xilafətindən sonra ki, İmam əleyhissalam susmadı, mübarizə aparamadı, silahlı mübarizə, amma susmadı. Öz həqqaniyyətini irəli sürdü, biraz da bunların münasibətləri dərinləşdi, yəni problemləri, münasibətdəki problemləri dərinləşdi. Münaqişə biraz dərinləşdi. Əli əleyhissalamın evinə hücum, Həzrət Zəhra salamullah əleyhanın Cənab-ı Əbu Bəkir və Ömərdən küskün halda dünyadan köçməsi ki, sihahda var. Qəzəbli halda, özdə onların özlərini şahid gətirdi. Dedi, sizə and verirəm, müqəddəsatı Allaha. Eşitdiniz Peyğəmbərdən ki,
kimə Fatimə qəzəblənsə Allah ona qəzəb eləyər? Dedilər, bəli, şahidir ki, Peyğəmbər bunu buyurdu. Xanım buyurdu ki, Allahı şahid tuturam ki, mən sizə qəzəbliyəm və qəzəbli halda dünyadan köçürəm. İcazə vermədi o iki xəlifə cənazəsində iştirak eləsin. Hardan deyirəm görəsən bunu? Əl-Müstədrək 3-cü cild 162-ci səhifə. Təbəqatul Kubra 8-ci cild 29-30-cu səhifələr. Ət-Tənbihu vəl-İşraf 250-ci səhifə. Vəfaul Vəfa 995-996 1000-ci səhifələrdə bu qeyd olunur Əhl-i Sünnə kitablarında. Bu hadisələr göstərir ki, ixtilaf get-gedə dərinləşirdi. Bu ixtilafın nəticəsi nə oldu? Deyim nə oldu? Müharibələrin qəhrəmanı, Peyğəmbər kimi elm şəhərinin dərvazəsi, qapısı, ümmətin ən düzgün mühakimə yürüdəni, Əliyyun əqda ümməti, haqqın mehvəri, Əliyyun mə'əl haqq vəl haqqu mə'əl əliy, Peyğəmbərin nəfsi, İslamın bağbanı, ev dustağı oldu. Nə mənada? Məcbur oldu, çəkilsin, onun evində quyu qazsın, bunun evində xurma əksin, o səhrada su çəksin, bu səhrada dərdini desin. Hakimiyyət bunu gözləyirdi ki, Əli əleyhissalam ki, daha beyət eləməyə məcbur oldu, o beyət hadisəsi də öz formasında. Oxumusunuz kitablardan. Yəqin ki, bundan sonra özünün xilafəti haqqaniyyətini unudar, başlayar bundan sonra bizim hakimiyyətimizi gücləndirmək üçün qılıncdan istifadə eləmək ki, bizə kömək eləsin, sərkərdə olsun, İranı fəth eləsin, başqa yerlərə getsin. Deyirsiniz ki, nə bilirsən hakimiyyət bunu gözləyirdi? Sihah-ı Sittənin birində bir hədis var. Heç mənbəyin demək ehtiyac yox, çünki hamısı bilir məşhurəmiz. Ki, Abbas ya İbn Abbas yadımda deyil, gəlir ikinci xəlifənin yanında, xəlifə deyir ki, yenə sənin əmin oğlu köhnə fikirlərdədir. Bu da başlayır ki, bəli. O yenə də fikirləşir ki, sən və dostun xainsiz, aldatdınız, xilafət sizin haqqınız deyildi, qəsb elədiniz. Ki, sonra xəlifə deyir ki, bəli, Peyğəmbərin belə bir sözü var idi, amma ərəb razı olmaz, nübüvvət və xilafət bir nəsildə olsun. Bunlar göstərir ki, Əli əleyhissalam razılaşmamışdı, məcbur olmuşdu. İmam bu istəyi rədd etdi, onların işlərində iştirak etmədi. İndi deyirlər Əhl-i Sünnə qardaşlarımız ki, bəs niyə Əli əleyhissalamın vəzifəsi var idi? Balam, nə idi vəzifəsi? Müşavir işləyirdi. Bir, o dövrdə xəlifənin müşaviri vəzifəsini hardan çıxardırsınız? Məsələn, Osman ibn Əffanın dövründə Osmanın baş müşaviri Mərvan ibn Həkəm idi. Hardan çıxardırsınız ki, bu müşavir idi? İkincisi, əgər Həzrət Əli görürsə, İslamın ümumi mənafeyi təhlükəyə düşür, gəlib hansısa xəlifəyə deyir, belə eləmə, İslam müsəlmanlar təhlükədə olurlar, bu müşavirlik deməkdir. Bu kömək deməkdir, bu İslama kömək deməkdir, onlara yox ki. Əgər görürsə, hansısa xəlifə bir qızı bədbəxt eləyəcək, şahidsiz, subutsuz, darağadına daşqalaq eləyəcək, Əli əleyhissalam onun canını xilas edib, bu müşavirlik deməkdir. Hatta baxır, hardan baxırsan da. Təbii ki, belə bir mövqe tutan Həzrət Əli əleyhissalam hökumət tərəfindən sevilməyəcəkdir və sevilmədi də yavaş-yavaş cəmaatın gözündə hökumət başladı onu təhqir eləməyə. Tələsməyin deyəcək üstadını. Və həm bir tərəfdən hökumətin belə Əli əleyhissalamın haqqını alçatması, həm Həzrət əleyhissalamın onların o qeyri-İslami bir çox işlərinə baş qoşmaması səbəb oldu ki, Həzrət Əli yavaş-yavaş unudulsun. Əli əleyhissalamın bir nifrini var Qureyşə, qarğışı var. Ərz eləyir ki, ilahi, mən
səndən kömək istəyirəm, yardım istəyirəm, dəstək istəyirəm Qureyşə qarşı və Qureyşə kömək eləyənlərə qarşı. فَإِنَّهُمْ قَطَعُوا رَحِمِ İlahi, onlar mənim qohumluq bağımı qət elədilər. Silə-i ərhamı kəsdilər. وَصَغَّرُوا عَظِيمَ مَنْزِلَتِ Mənim əzəmətli mənzilətimi təhqir elədilər. Məqamımı alçatdılar. وَأَجْمَعُوا عَلَى مُنَازَعَةِ أَمْرًا هُوَ لِي Mənimlə elə bir iş barəsində döyüşdülər mənə qarşı ki, o mənim idi. Onu Allah mənə vermişdi. Sonra ərz edir ki, ilahi, baxdım, gördüm mənim bir neçə nəfər ətrafımdakılardan başqa köməkçim yox. Heyfim gəldi onları ölümə göndərim. Yəni, mən əgər dursaydım Salmanla, Miqdadla, Əmmarla, Bilal'la, Həsənlə, Hüseynlə durum döyüşün, təbii ki, Kərbəla hadisəsi olardı da. Onlar qırardılar bizi. Heyfim gəldi. Ona görə də gözümdə qüssə tikanı, boğazımda sümük dözdüm. Bu, Nəhcül Bəlağənin 2-ci xütbəsində, Nəhcül Bəlağənin 217-ci xütbəsindədir. Baxa bilərsiniz, tərcüməsi var Nəhcül Bəlağənin. Baxın, mənim yalanımı çıxarda bilərsiniz. Sonra, Əl-Cəməl kitabı 123-cü səhifə, Əl-İmamə və Siyasə kitabı 1-ci cil 155-ci səhifə, Əl-Xarat 204-cü səhifədə Əleyhisselam bu kəlamı var. Salavat Muhammed Alim. Allahumma salli ala Muhammed və ali Muhammed və əcil fərqə. Təbii ki, imamın bu kəlamı o xəlifələrin təhqir siyasətinə işarə edir. Əli deyir ki, məni sındırdılar. Bu deyir, yox, onlar çox yaxın dostdur, hörmət eləyiblər ona, əcəb hörmətdir. Əleyhisselam Şiqiyyə xütbəsində deyir, məşhur xütbədir. Elə ki, onun ömrü sona çatdı, indi biləcəksiniz o kimdir. Deyirlər ki, Əleyhisselam ad çəkməyib ki, ay qardaş, adlarla sən oynayırsan, mən adla niyə oynamalıyam, mənim ağlım var. Elə ki, onun ömrü sona çatdı, bir dəstəni xilafətə namizəd elədi, məni də onların arasında yerləşdirdi. Kimi deyil? Həzrət Ömər. Həzrət Ömər. Çünki ondan başqa heç şura təyin eləməyib ki. Eləyib. İlahi, şura nə şura, Həzrət Əli buyurur. Yana-yana buyurur. Pərverdigarəm, mən onların birincisindən nədə əski idim ki, bunların arasına saldılar məni? Deyəcəm, Musa, onlarla adlandırırlar hallarını, adını, hallandırırlar adını. Bunu da buyurur Nəhcül Bəlağə 3-cü xütbədə. Əleyhisselam Təlhə, Zübeyr və Osman kimi adamların sırasında yerləşməyi özünə təhqir hesab edirdi. Osman Bəni Üməyyədən idi, Bəni Üməyyəyə Peyğəmbər xilafəti haram eləmişdi. Təlhə ilə Zübeyr əvvəlcədən işlərin görürdülər. Maraqlı burasıdır ki, 6 nəfərin şuranı seçəndə Cənab-ı Ömər onların hərəsinə bir dənə inqut vurdu. Hərəsinə bir dənə inqut pris nədir? Mız. Sən beləsən, Osmanı dedi ki, elə bil ki, bu saat görürəm ki, Bəni Üməyyəni mindirmirsən ümmətin belinə. Əleyhisselama nə dedi? Gərək elə bir söz desin ki, Əli sınsınar. Fihi duabətün, çox zarafatçıldır. Yüngül adamdır Əli yazında. Tarixu muxtəsəri duəl 103-cü səhifə. Sonralar Muaviyyə və Əmr ibn As Ömərin bu sözünə əsasən əleyhiməllər deyirdi ki, fihi til'abə Əleyhisselam çox şiddətlə Əmrasa cavab qaytarırdı. Kəskin şəkildə Əmrası tənqid edirdi. Bu tənqidin əsli qayıdır kimə? İlk dəfə bu sözü deyənə. Mümkündür, ikinci xəlifənin dövründə Əleyhisselam gördü ki, bir dəfə dilləndim, həyat yoldaşımı xürt təşkil edədilər, indi olan xələfləri deyir ki, onun qeyrətlər deyil.
Evimi yandırdılar. İndi desəm nə olacaq? Əmrasa cavab verməklə Ömərə cavab verirdi. Əl-əmta' vəl-müənəsə 3-cü dil 183-cü səhifə. Şərh-i Nəhcül Bəlağə İbn Əbil-Hədid 1-ci dil 25-ci səhifə. Əleyhisselamın Mədinədə ev dustağı kimi xanənişin olub yaşaması nəyə səbəb oldu? Yavaş-yavaş Əli unuduldu. Əli ha. Siz təəccüb edirsiniz, şəhid olanda Şamda dedilər ki, Əli namaz qılırdı. Oyun buradan başladı. Oyun buradan başladı. Sürətlə vaxt keçir 25 il. Azərbaycan Sovet hakimindən neçə il aralanıb? 25 il Əli yoxdur arenada. İmam qaldı Mədinədə tək. Ancaq qədim səhabələr imamın fəzilətlərini bilirdi. İraqda, Şamda ümumiyyətlə Əli əleyhissalamı tanımırdılar. Bəzi Yəmən qəbilələri ki, Əli əleyhissalam bir neçə ay orada olmuşdu əvvəllər, Həzrəti görmüşdülər, biraz tanıyırdılar Əli əleyhissalamı. Cündəb ibn Abdullah deyir, bir dəfə Osmanla beyət eləyəndən sonra getdim İraqa. Orada başladım Həzrət Əlinin fəzilətlərini deməyə. Cəmaatdan eşitdiyim ən gözəl, mədəni cavab bu idi. Ay kişi, bu sözləri qoy kənara, sənə fayda verən sözlərdən danış. Nə inir Əlinin fəzilətlərini? Heç tanımırdılar Əlini. O adamlar ki, başqa xəlifələri bu Peyğəmbərin kürəkənidir, bu Peyğəmbərin qaynatasıdır, bu Peyğəmbərin yarı-qarıdır deyib xəlifə seçirdilər. Əliyin haqqında elə bir təsəvvür yaratmışdılar. Deyir, Əlidən danışın deyirlər ki, bu nə söz tutanışlar? Nəyə lazım sözdür? Əli kimdir? Deyir, çox israr eləyirdim. Deyirdim ki, ay ki, bu söz sənə də xeyirdir, mənə də xeyirdir. Görürdü sözünə qulaq asılırım, yenə danışıram, bilirsiniz nə edirdi, durub çıxıb gedib. Əlini belə sındırmışdılar. Möhtərəm əsr-i səadət xəlifələri. Nəsir Bəlağanın şərhi İbn Əbil-Hədid 9-cu cild 58-ci səhifə. İbn Əbil-Hədid deyir ki, Məhəmməd ibn Süleyman adlı bir tarixçinin təhlili buydu ki, Osmanın dövründə yaranan münaqişənin, Osmanın qətli ilə nəticələnən ixtilafın əsas səbəbi Cənab-ı Ömərin 6 nəfəri şura təşkil eləməsi idi. Necə? Heç bu tarixi qoy kənara. Ölürsən, öləndə deyirsən ki, ay mənim 6 oğlum, 6'vızı da eyni evə varis elədim. Ev 6'vızındır. Sən az verirəm Allaha, bir Azərbaycanın məntiqindən, müsəl adam kimi düşün, səndən sonra nə olacaq orada? O deyəcək mənim, bu deyəcək mənim, bu deyəcək. Ömər İbn Xəttab öləndən sonra 6 nəfərlik xəlifəlik namizədi seçmiş. Elə ki, Osman öldü, Təlhə dedi, mən də xəlifəyimdir, mən də xəlifə ola bilərim. Osman ölməmişdə, bu Osman Bəni Üməyyəni mindirib cəmaatın belinə yeyib talayır. Mən də namizədəm, çıxardım bunu mən olum. Zübeyir deyirdi, mən də namizədəm. İbn Oğuz ki, ölmüşdü, Əli əleyhissalam qalmışdı. Səd ibn Əbi Vəqqas çəkilmiş ki, mənim işim yoxdur. Versələr götürsən, vermişlər də dava edən deyil. Bu ixtilafın kökün. Əgər ikinci xəlifə bilmirdi bu olacaq ondan sonra, sual olunur. Özünüz demirsiniz ki, ikinci xəlifə dərhal Cənab-ı Əbu Bəkri seçdi ki, ixtilaf yaranmasın Peyğəmbərdən sonra. Peyğəmbəri təzəcə əldən vermiş möminlərin, səhabələrin imanı güclü olar, ya Peyğəmbərdən sonra min hoqqanı görmüş möminlərin imanı güclü olar. O Peyğəmbərin muizələri ilə böyümüşlər, əgər Peyğəmbərdən sonra ixtilafa düşəcəkdilər, onun qorxusundan tez-tez xəlifə seçdin, heç Peyğəmbər dəfn olunmamış xəlifə seçdin, bəs özündən sonra 6 nəfərlik ixtilafı niyə yarattın? Bilmirdin belə olacaq və oldu. Nə oldu? Osman'ı öldürdülər. Zübeyir Təlhəyə kömək edirdi ki, kömək edin bu xəlifə olsun, sonra mənim olar xilafət.
Tarix yazır ki, o iki nəfərin xəlifəliyə ümidi Əli əleyhissalamdan çox idi. Dəlili nə idi? Dəlili buydu ki, bir, Cənab-ı Əbu Bəkirlə Cənab-ı Ömərin dövründə Əli əleyhissalam tamamilə təhqir olunmuşdu. Hətta evi yandırılmaq qədər onun hörməti düşmüşdü. Yəni bunu tapdalamaq da olar. Kimdir bu? Və Əli əleyhissalam unudulmuşdu. Peyğəmbər tərəfindən Əli əleyhissalamın fəzilətlərini eşidənlərin də çoxu ölmüşdülər. Ömür gedir də 25 keçib Peyğəmbərin vəfatından. Təzə nəsil gəlmişdi. Onlar Əli əleyhissalamı başqa müsəlmanlardan fərqli bilmirdilər. Uzaq başlayırdılar Peyğəmbərin qızınları. Peyğəmbərin əmisi oğlu. Vəssalam. Başqa heç bir siyasi görkəmi yoxdur. Heç bir ictimai fəaliyyət yoxdur. Nə müharibələrindən bir şey bilirdilər. Bütün işlər unudulmuşdur. Qureyşin də, bütün bunlar öz yerində xəlifələr bunu sındırırlar bir. Köhnə nəsil ölüb iki. Təzə nəsil gəlib, Əbuzer Rəbəzədə şəhid oldu. Bunlar tanımırlar, üstəlik o olan qalanların da dərdi nə idi? Təlhə Zübeyri niyə Əlidən çox istəyirdilər? Təlhə Zübeyir onların dədələrini öldürməmişdi, kafir dədələr. İmam Zeynəl Abidin Əsəlamından nəql olunur. İbn Əbil Hədid Nəhs-ü Bəlağədə 9-cu 28-ci səhifədə bunları yazır. Nəsruddur kitabının 1-ci cildinin 340-cı səhifəsində İmam Zeynəl Abidin Ağadan bir hədis var. Gör nə hədisdir. Ağadan soruşurlar, niyə Qureyş bu qədər sənin baban Əliyə nifrət eləyirdi? O da Qureyşdən idi, niyə nifrət eləyirdi? Buyurdu ki, ənəhu əvrədə əvvələhumun nar və əlzəmə axirəhumul ər. Çünki babam Əli onların o müşrik əvvəllərin cəhənnəmə göndərmişdi. Sonraki Bəni Üməyyələrin də rüsva eləmişdi ki, bunları Peyğəmbər azad edib. Bunlar kimdir xilafətə gəlsin? Bunları ciyərin partladırdı. Bunlar sınmışdılar. İndi görsən əhl-i sünnə alimlərindən bəziləri Türkiyə xalqlandırıb deyirlər ki, Əli ona görə xəlifə ola bilməzdi ki, onu qəbul eləməzdilər. Qəbul eləməzdilər, onda etiraf elə. Səhabə münafiq idi, imanı yox idi. Bir səhabə ki, kafir dədəsi Bədirdə öldürülüb. Sən bunu mümin hesab etsin deyirsən ki, Əliyini qəbul eləmək üçün dədəsini öldürmüşdür. Bəs Quran ayəsi ki var, əgər dədəviz sizə Allahın hökmündən, cihaddan üstündürsə Allahın bəlasını göndərin, bu nə deməkdir? Deməli, sənə sərf eləyəndə Quran ayəsinin dəxli olmadığı halda sərf gətirirsən, sərf eləməyəndə Quran ayəsinin 56-mışını qoyursan kənara. Sənə sərf eləyəndə deyirsən ki, Bədir döyüşçüləri, yəni görmürdülər, yəni bunların xəbəri yox idi. Deyirsən ki, bu şiyələr deyirlər, bu rafizlər deyirlər ki, Qədirxum olub. Heç bir sənə göstərmir, olmayıb. Bunu deyir. Madam Qədirxum olmuşdu, madam Əli xəlifə təyin olunmuşdu, bəs niyə bu sahabələr dillənmədilər? Allah Allah, bax bura, bu qədər sahabə, yəni hamısı münafiq oldu. Bunu deyir. Sonra deyir, Əli xəlifə ola bilməzdi. Niyə? Sahabələrin xətrinə dəyərdi. Deməli, münafiq idi də bu. Bu müşrik babasını təəssübün çəkir, qisasını alırdı. Qaradan artıq boyu olmaz ki, İbn Əbil Hədid bu məsələni deyir, bir dənə yanıqlı söz deyir. İbn Əbil Hədid sünnə alim olub. Elə Nəsr Bəlağəyə şərh yazıb ha. O şərhin əvvəlində elə bildirir öz əhl-i sünnət. Deyir ki, mən sünniyəm ha. Bunu Allah elədi. Allah belə məsləhət bildi ki, fəzilətdə Əli xəlifə olmasın, fəzilətdə ondan aşağı olan əvvəl xəlifə olsun. Mən belə deyir. Allah eləyir. Mən içənin günahı yox imiş. Həmin İbn Əbil Hədid deyir ki, mən çox dəhşətə gəlirəm Siffin döyüşün tarixini oxuyanda. Niyə? Deyir, Siffin döyüşündə oxuyuruq. Bütün qoşunlar dayanmışdılar ki, biz burada biləcəyik haqq, Əlidir ya Muaviyə. Dedilər, necə biləcəyik? Dedi, Əmmar görək hansı tərəfdən döyüşəcək və Əmmarı kim öldürəcək? Nə dəxli var Əmmarın? Peyğəmbər deyib ki, Əmmar səni azğın tayfı öldürəcək. Kim Əmmarı öldürsə, deməli o azğındır, deməli o din düşməlidir. İbn Əbil Hədid deyir, kül bu müsəlmanların başına. Əli haqqında Peyğəmbər çox hədis demişdi, Əmmar haqqında. Peyğəmbər Əmmar haqqında demişdi ki, Əmmar mənə Harun Musa'ya yaxın olan kim yaxındır ya, Əli haqqında demişdi. Peyğəmbər Əmmar haqqında demişdi, haqq Əmmar ilə
Əmmar haqq elədi, ya Əli haqqında demiş haqq elədi, ya Əli haqq elədi. Peyğəmbər Əmmar haqqında bu kəlamı demiş, ya Əli haqqında la yuhibbukə illa mümin və la yubğidukə illa münafiq. Səni yalnız mümin sevər və yalnız münafiq səni düşmən olur. Bu sahabələrə bax, bu müsəlmanlara bax, Əli kimi həqiqət meyarı qalıb, deyirlər ki, görək, Əmmarı Əli öldürsə deməli Əli batildir. Muaviyə öldürsə deməli Muaviyə batildir. Niyə? Çünki Peyğəmbər deyib ki, Əmmar səni azğın tayf öldürəcək. Ay avam müsəlman. Və indi də avam müsəlmanın cavanları gedir Cənab-ı Vəhhab 2 kəlmə ayə deyir, hədis deyir. Deyir ki, şükür Allah məni hidayət elədi. Şeytan səni zəlalətə hidayət elədi. Allah niyə? Harada Allah hidayət elədi? Bu mətləbin dəlili də bundan ibarət ki, Qureyş elə ilk gündən Əli əleyhissalamın fəzilətlərini gizlətməyə səy göstərirdi. Xüsusilə onu haqqında deyilən sözləri məhv eləməyə çalışırdı və mümkün qədər istəyirdi cəmatın sinəsindən çıxmasın. Bu İbn Əbdülhədid 8-18-ci səhifə. Sübut bilirsiniz nədir? İlk dəfə hədisləri qadağan eləyən kim olub? Cənab-ı Ömər dedi, heç kəs hədis deməsin, Allahın kitabı bizə bəsdir. Cənab-ı Ömər, hədis səni niyə qıcıqlandırır? Hansı marağın təhlükəyə düşür əgər cəmaat Peyğəmbərdən hədis desə? Və indi əhl-i sünnə gözümüzü çıxardır ki, biz əhl-i sünnəyik. Yəni, Peyğəmbər hədislərinin davamçıları yox. Sizin sələfiniz deyirdi, hədis olmaz. Yox, bilirsəniz də, müsəlmanlar ixtilafa düşərdi, qardaşım. Sən kimə ələ salmısan? Deməli, sənin sələfin nə eləsə, sən anladın, bəraət qazandıracaqsan da bir növ. Bu nə elədi, ixtilafa düşərdi. Bu nə elədi, cəmaat qırardı bir-birini. Bunu ancaq elə sənin izahın düzdür, tarix yalandır. Bu nə sözdür? Elə Peyğəmbər də Əliyini ona görə xəlifə təyin edir, cəmaat ixtilafa düşməsində. Səqələyin hədisində nədir? Deyir, nə qədər ki, Quranla itirətdən yapışsa, azmazsınız. Sən deyirsən, yox, itirətdən yapışsa, cəmaat azmazdır. Peyğəmbər yalan deyirsən, yalan deyirsən. Əli əleyhissalamdan bir dəfə soruşdular. Bunun mənbəyini deyəcəm. Mənbəyi bunun İbn Əbdülhəddin Nəsr-ül Bəlağəsinin şərhi, bir də Nəsrüd-Dur kitabı. 20-ci cild 299-98-99 səhifələr. Gör nədir? Dedilər ki, sizin əqidəvizcə, əgər Peyğəmbər Səlavatıllahın oğul övladı qalsaydı, böyüsəydi, boya başa çatsaydı, ərəb razı olardı o hakim olsun. Yəni, ya Əli, ərəbin sənlə düşmənçiliyi var, ya Peyğəmbərlə? İmam buyurdu ki, əgər mən etdiyimdən başqasını etsəydi, onu öldürərdilər. Mən ki, sustum. Susmasaydı, onu öldürərdilər. Ayrıca buyurdu ki, ərəbin mənlə düşmənçiliyi yox idi. O gün Muaviyyədən bir hədis dedim sizə rəvayət. Ki, Muaviyyə dedi ki, Əli üçün ağladı. Dedilər ki, bəs sən Əli düşmən dedi. Mən bax, əzanda səsi var. Əşhədu ənə Muhammedən Rasulullah sallallahu aleyhi və səlləm. O kişi ilə mənim düşmənçiliyim var, Əli ilə yox. Buyurdu ki, Əli əleyhissalam, Peyğəmbərin işinə nifrət eləyirdi ərəb. Və Allahın Peyğəmbərə verdiyinə paxıllıq eləyirdi ərəb. Həmin ərəb də öldü ki, bu qədər varlı, karlı qəbilələrə qaldı, bu yetimə, Əbu Talibin yetiminə evə gəlir. Onlar deyirdilər də, nə oldu, elə Məkkə fəth olunan kimi övliya Allah oldular. Onlar elə Peyğəmbərin, əleyhissalam buyur, onlar da Peyğəmbərin öz zamanından elə çalışırdılar. Elə ki, Peyğəmbər rehlət elə dünyadan köçdü, əvvəldən çalışırdılar ki, işi əhl-i beytin əlindən çıxarsınlar. Əgər Qureyş Peyğəmbərin adını dünyaya hakim olmaq üçün pilləkan bilməsəydi, inkişaf üçün nərdivan bilməsəydi, Peyğəmbərdən sonra bir gün belə Allaha ibadət eləməzdi. Bir gün. Mürtəd olardı. Deyir, gəlir bura. Deyir, az sonra fətihlər başladı. Görün,
Niyə Peyğəmbərin dövründə heç bir ölkə fəth olunmadı? Niyə Əli əleyhissalam dövründə heç bir ölkə fəth olunmadı? Niyə həmişə daxili islahatlara baş qatdı? Və niyə o biri xəlifələrin dövründə dərhal fütuhat başladı? Səbəbi bu idi. Bunlar İslamdan, fəthlərdən başqa bir şey bilmirdilər. Az sonra fəthlər başladı. Az ərəb pul tapdı, var dövlət tapdı. Bunlar gördülər, İslam gözəl şeydir. Quran oxuyuram, pul verirlər. Deyirəm, Allahu Əkbər, döyüşçülərim şirə dönür. Qəşəngdir. Və qəlblərdə məhəbbət yarandı. Qürbətən ilallah xeyr, qürbətən iləl fəth, qürbətən iləl qanimə. Buyurur, əgər fikirləşirlər ki, istənilən halda bu axırı Allah tərəfindən göndərilməsəydi, belə qələbə qazanmazdı, fəth olmazdı. Biraz keçdi, neynədilər? Dedilər, bu ölkəni filan sərkərdə sağ olsun, onun tədbiri nəticəsində utduq. Bu ölkəni filan xəlifə sağ olsun, onun sərkərdəliyi nəticəsində utduq. Muaviyə hərbi donanma yaratdı, sağ olsun. İkinci xəlifə İranı fəth elədi, sağ olsun, heç istəməlcək ki, bunlar eləmədilər. Müsəlmanların igidliyi, şəhadəti, cənnət eşqi elədi. Həmin ərəblər bütpərəst olduqları vaxt bir yeri fəth eləyirlər də. Bu zaman deyir, hadisələr belə cərəyan elədi, Həzrət Əli buyurur. Bir dəstənin hörməti qalxdı, bir dəstənin səsi batdı. Fəkunna mimmən xəmulə zikruh və xəbət naruh. Ocağı sönən biz olduq, Həzrət Əli buyurur. Səsi kəsilən biz olduq. Vənqətə sotuhu və seytuh. Hay-küy gəlməyən, təsiri kəsilən biz olduq. Hətta əkələ dəhrə əleyna, dövran bizi yedi, utdu. Və şərib və mədətis sunun və əhqab bima fiyha, zaman sürətlə ötüb keçdi. Və matə kəthirun mimma yu'rəf, tanıyanlar tanınanlar öldülər. Və nəşə kəthirun mimma la yu'rəf, tanımayanlar gəldilər iş başına. Nə oldu? Belə bir dövrdə Həzrət buyurur, Peyğəmbərin övladı nə eləyə bilərdi? Əgər ərəbin Peyğəmbərin işin nazır gəlirsə, onlar üçün nə fərqi var? Əli idi ya Peyğəmbərin oğludur? Bilirsiniz ki, Peyğəmbər məni qohumluğa görə özünə yaxınlaşdırmırdı, Həzrət Əli buyurur. Cihada görə, nəsihətə görə özünə yaxınlaşdırırdı. Nətruddur, şərh Nəsül Bəlağət. Dəqiq bu dəlilə görə, yəni imamın unudulmasına görə müsəlmanlar o həzrəti xilafət dövründə çalışırdılar ki, müsəlmanların imamı belə unutduğu üçün həzrət xilafət dövründə daim xütbə oxuyub çalışırdı ki, Peyğəmbərin dövründəki sözləri desin. Nəhcü Səadə kitabı 2-ci il 222-314 səhifələr. Biz baxırıq Həzrət Əli durğuzu rəyəvə küfrədir. Filan kes, filan qalxın. Qədirxumda var idiniz. Durun. 12 nəfər durdu cəmi. Bir də Ənəs ibn Malik idi, Peyğəmbərin xuddanı. Həzrət buyurdu ki, Ənəs, dur da. Durdu, dedi ki, mən qoca kişiyəm yadımdan çıxır. Məzlum Əli burada gəlir, ha. Haqqı tərbiyə etsən, şahid gözünün içində yalan danışır. Görün, bizim məhbus qardaşlarımız nə gündən çəkdilər o məhkəmə otaqlarını. Necə acı-acı güldülər o şahidlər üzərində duranı. Əleyhisselam burada, əgər düz deyirsən, yadından çıxıb, heç. Allah sən bağışlasın. Yalan deyirsənsə, Allah səni rüsxı eləsin özülməmişdən qabaq. Hamı gözləyir, görək, Əleyhisselam nifrini tutacaq, bunu tutmayacaq. Ənəsin başladı başı çürüməyə. Həmmamın basırdı başına çürümə gəldi, çürüdü. Bilmirəm, sifrisi idi, nə idi? Çürüdü, getdi dünyada. Mən gəqdim şəhadətən indəhu minəllah, innəhu atı min qalbu. Kim şəhadəti gizlətsə, ayəni bəlkə indi qarışıqlayım. Kim şahid olduğu həqiqəti gizlətsə, Allah təala buyurur, onun bədəni yox, dili yox, ruhu günahkardır, qəlbi günahkardır. Sən yeməyəcək, durdurən sən evində xəlifə. Nə olurdu? Əbuza dedi, nə oldu? Şəhid oldu. Sən səhabə deyilsən, sən əsr səadət görməmişsən, sən Peyğəmbərə canını qurban eləyən adam deyilsən.
Bu ilə Əleyhisselamın çəkdiyi müsibətlər ki, çox oldu, inşallah yarısını gələn dəfə ərz eləyərik. Allahın verdiyi Əleyhisselamın məqamına, İmam Rıza Əleyhisselamın məqamına Allah Teala o dahi şəxsiyyətin qisasını bu dünyada qoymasın. Allahın verdiyi Həzrət Əleyhisselamın gecə münacatlarına, gündüz cihadlarına və namazlardakı halına, Allahın verdiyi izzətin cəlalına, o adamlar ki, bugün Həzrət Əlinin fəzilətlərini gizlədirlər. Deyirlər, rüku ayəsi, zəkat ayəsi Əleyhisselama aid deyil. Deyirlər, təthir ayəsinə dəxli yoxdur. Deyirlər, Əleyhisselamdan başqa sahabələrin fərqi yox idi. Allah Teala onları elə hidayət edib vicdanlarını oynatsın ki, vicdan ağrısından partlayıb ölsünlər. Allah Teala bizi öz başımıza bırakmasın. İlahi, sən and verir o andlara ki, rədd eləməzsən duanı. İmam Rıza Əleyhisselam andı verir, İmam Zaman Ağa andı verir, Əli Əleyhisselam andı verir. Tezlikcə ağamızın zuhurunu tezləşdirir. Pərverdigar, məhbus qardaşlarımızı tezlikcə azad elə. Xudaya məzlum Fələstin, Suriya, İraq, Qarabağ xalqlarını tezlikcə xoşbəxt elə. Xudaya beynəl xalq sionismi məhv elə. Xudaya bizə zülm eləyənləri bizə müsəllət eləmə. İlahi, bu dünyadan bizi şəhadətsiz aparma. Boynumuzda haqqunnas, haqqullah olaraq bu dünyadan bizi aparma. Tövbəsiz, imansız bu dünyadan bizi aparma. Halal ömrümüzə, halal elmimizə, halal pulumuza, bolluq, bərəkət kəramətlə. Ağanın zuhuru üçün səlavat işləyin.